İnsan ailəni Allah üçün qurursa, məqsədi ailəni razı salmaq olacaq. Özünü təmin eləmək olmayacaq ailə vasitəsilə. Gəldi bir İmam Baqir əleyhissalamın yanına, gördü qəribə paltar geyinir. Yəni qəribə bu mənada ki, imam adətən belə paltar geyinməz. Soruşur ki, ağa, nəcə belə paltardasınız? Yəni xas deyildi o cəmiyyətdə də o geyim. Deyirdi ki, həyat yoldaşım imam cavab verir. Belə geyinməyimiz. Geyimimi onun zövqünü uyğunlaşdırıram, Allah'a razı salmaq. Bu bir kiçik hərəkətdə imam davranışın üslubunu ailə daxilində onu bəyan edir ki, uyğunlaşmadır ailə. Bu sənə uyğunlaşsın, sən ona uyğunlaş. O sənə, sən ona uyğunlaş. Allah'a bəndə olmaq üçün. Uyğunlaşmaq üçün bir sən nə qədər özünlə mübarizə aparırsan, onun xoşuna gəlmək üçün, onun istədiyini eləmək üçün öz istəyi yox deməlisən axı. Bu proses bizə nə qədər nur gətirir insana ailə daxilində. O uyğunlaşmaq üçün özü ilə mübarizə aparmaq. Ailədə cəmaət, ailə üzvləri bir-birinə diqqət və məhəbbət göstərsə, üzr istəyirəm ifadəmə görə, cəmaət başqa yerdə məhəbbət və diqqət dilənçisi olmaz. Bəziləri dillənir, diqqət dilənir cəmiyyət. Görmüsən, adamlar maşında oturub, siqnal verə-verə gedir. Nə deməksə, mənə baxın, yəni mən gəlirəm. O qədər diqqət görməyib ki, diqqət dilənir küçədə. Diqqət görməyib evdə. Yazıqdır da bu insan. Həqiqətən, adam gərək rəhm eləsin belə adama. Bu gör özünü necə təsdiq eləmək istəyir cəmiyyətdə. Yaxud da mən görmüşəm, musiqiyə o qədər səs verir. Allah şahiddir, görmüşəm ki, dükan var yanında onu keçir. O dükanın şüşələri sirkələnir. Onun içində necə oturub? Bu bədbəxt insan yazıqdır valla. Yazıqdır ona görə ki, bu məhəbbət görməyib. Hamının diqqətini bu vasitə ilə özünə çəkmək istəyir. Bu məqsəd üçün çıxıb evdən. Evdən bunun üçün çıxıb. Evdən niyyəti budur. Bəs ayağını qadınlar elə yerə vurur ki, 10 metrədən bilirsən mən gəlirəm, mənə baxın. Çünki bu qıza evdə məhəbbət göstərməyiblər layiqli hətta. Evdə bunun məhəbbətlə doyuzdursaydılar, bu çıxardı izzətlə yol gedərdi. Ətrinin iyi 10 metrədən, 100 metrədən gəlir, o ilə özünə diqqət çəkmək istəyir. Səliqəli geyimi dinləyib, ətirlənməyi dinləyib, amma nə üçün? Allah üçün bəzənib evdən çıxasan. Allah belə xoşlayıb ki, izzətin qorunsun. Yoxsa çıxasan özü ona buna göstərmək üçün. Ailə Allaha bəndəlik üçün təşkil olunsa, hamı özünü düşünməyəcək ailədə. Sən məni xoşbəxt elə, mən səni xoşbəxt eləyim. Bu prinsiplə yaşayacaq. Nə qazanım yox, nə verim, nə bəxş eləyim, nə ət ayılıyım, nə əldə eləyim yox, nəyimdən keçim sənin üçün. Nəyimdən keçim sənin üçün. Ailəyə xidmət eləməkdən məqsəd Allaha bəndəlik. Ər və arvad ikisi də bu məqsəd üçün yaşasa iş düzələr. İkisi də bir məqsəd üçün yaşasın, Allah üçün. İkisini də bir hədəf birləşdirsin, ortaq, müştərək hədəf, o da Allah. İki nəfər, bax söz gəldi, iki nəfər bir-birini o zaman səmimi qəlbdən sevə bilər ki, hər ikisi bir başqasına aşiq olsun, hər ikisi. İkisi də birinə aşiq olsun, müştərək məhəbbəti olsun, ikisi də Allaha aşiqdirsə, Allahın eşqi bunların içində olan egoistliyi, təkəbbürü sındırır. Bir adam Allaha aşiq oldusa, mənəmçilikdən, təkəbbürdən azad olur, təmizlənir. Ondan sonra ixtilaf da olmur arada. Niyə? Bütün davaların kökü nədir? Mən. Bu məni necə aradan apar? Bu məni necə ortadan qaldıraq? Bu egoistlik var ya, mən deyir insan. Bunu necə aradan qaldıraq? Bunun ancaq bir yolu var ki, Allah vasitəsilə, Allaha eşq vasitəsilə sındırasan mənəmçiliyi. Bəzən Allaha eşq olmur. Kimsə ailəni qorumaq üçün özünü sındırır. Bu da olur da, Allah yoxdur ortada. Amma ailə üçün sındırır özünü. Bu acı sındırmaqdır. Burada özünü sındırır, amma acı hisslər keçirir. Məcburiyyət qarşısında olur. Biri var, özünü sındırasan, həm də zövq alasan. Özünü ki, sındırdın egoistliyi, azad oldun egodan hər iki adam, sonra gör onların ailədə həyatı necə şirindir. Çünki dava yoxdur. Davanın, ixtilafın səbəbi olan mən aradan get. Mənəmçilik aradan get. İnsan özündən üstünə, özündən daha fəzilətliyə bağlanırsa, ona bağlanmaqla daxilində olan o təkəbbürü, o mənəmçiliyi qıra bilir. Ona görə hədisdə var, buyurur ki, kim biz əhl-i beyti daha çox sevirsə, ailəsinə qarşı daha çox mehriban. Ailə daxili eşqin, məhəbbətin, səmimiyyətin yeganə yolu iki nəfərin bir eşq ətrafında birləşməsidir. Allah eşqi insanın içində qürur bütünü, təkəbbür bütünü sındırır. Axı aşiqdə mən qalmır. Eşqin birinci xüsusiyyəti budur ki, mən qalmır. Mən qalmayandan sonra indi bunları birləşdir, gör necə yaşayırlar keyf içində. Bunların arasında bir dənə anlaşmazlıq olmur. Yol budur. Bu yoxdursa qalan sözlər romantik adamsın. Hoş-boş sözlər dansı. Bu ancaq filmlərdə olur, o eşq macəraları. Əgər o sözlər düz olsaydı, o filmlərdə olan sözlər, onda Avropada ailə bu günə qalmaz. Hamıdan çox mahnını onlar oxuyublar eşq barədə. Hamıdan çox filmi onlar çəkiblər. Əgər düz idisə, bu yol idisə, romantik eşq, onda da cəmaət orada, üzr istəyirəm, itlə, pişiklə gedib yaşamaz. Deyir ki, ərdənsə bu yaxşı. Deyirəm, mənə deyinmir, danışmır, öz keyfimdəyəm. Çünki öz keyfimdə olmaq üçün yaşayır bu.
Bu bilmir ali hədəf nədir, o hədəf üçün güzəşt eləmək nədir, onun istəyinə uyğunlaşıb geri çəkilmək, özünlə mübarizə aparmaq, onun qarşılığında nəsə əldə eləmək, bunların hamısından məhrumdur. Hamısından məhrumdur. Allah'a çıxart həyatdan insan egoist olur. Egoist insanın da qurduğu ailənin o səmimiyyət, o səfa ola bilməz. Özü üçün istəyir hamı bir-birini. Deyim, mənim istəyimi təmin eləməsin, düşmən olacam səninlə. Yalan deyir, biz aşiq, məşuquq. O eşqin müddəti bir neçə gündür, bir neçə aydır. 5 günlük həvəsdə onun adını eşq qoyublar. Bir nəfər ruhani danışırdı, maraqlı bir şeydi həqiqətən də. Adam heyrətlənir, deyir ki, 2 nəfər nişanlı idi bir-biri ilə. 2 nəfər nişanlı idi. Deyir, oğlan gəldi mənə dedi, qız dindardır, hicablıdır. Oğlan nisbətən dindar belə. Yəni çox da belə dindardır belə. Tey gəldi dedi ki, bəs qadın, qız məndən evlənmək istəmir. Nişanlı yox, indi toy az qalıb deyir ki, mən razı deyiləm. Alim deyir, dedi ki, çağır biraz nəsihət elə, bəs mən evlənmək istəyirdim neçə vaxt bundan. Deyir, çağırdım, ikisi oturub qız dedi ki, xahiş edirəm nişanlısına dedi, sən çıx, mənim sözüm var. Bir çıxdı. Dedim, xanım, səbəb nədir? Bozursuz bu ailəni, evliliyi. Mən heyran qalıram da belə insanın ağılına, səviyyəsinə. Bir cavab verdi ki, səbəb bir dənədir, sadədir. Bu mənim üçün əldən ayaqdan çox gedir. Çox əldən ayaqdan gedir mənim üçün. Məni çox şişirdir, həddindən artıq şişirdir. Mən də görürəm ki, bu həvəs, 5 günlük həvəs, bir gün sönəcək, aradan gedəcək bu həvəs. Bu ki, məni 2 gün içində məni tanıyıb deyir, sənə fəda olun, qurban, canımı verərəm sənin üçün. Baxıram, görürəm, axı, məndə belə bir xüsusiyyət yoxdur mənim üçün can verəsən. Bu 2 gündə nəyimə aşıq oldu ki, bu saat can verir. Nəyim var, nəyimə aşıq oldu bu? Mən nəyəm ki, mənim yolumda can versin bu 2 günün, 5 günün içində? Qadının, qızın ağlına bax, düşüncəsinə bax. Bunun səviyyəsi aşağıdır ki, bu mənə dəqiqədə 5 dəfə 2 günün içində tanış olmaqla deyir, sənə ömrüm fəda olsun. Mən belə səviyyəsiz adamla yaşamaq istəmirəm. İstəmirəm bundan ailə qurum mən. Ailədə yaxşı tərbiyə veriblər. Məhəbbətlə o qədər təmin ediblər ki, bu adam biri səni sevirəm deyən kimi o saat mesajları o birilərə göstərmiş, görün mənə nə yazdılar. Belə göstərir. Çünki kifayət qədər eşq, məhəbbət görür. Ona görə o dedikcə bunun azığına gəlir. Deyir, bu nə hərəkətdir bu? 2 gün, 5 gün içində dəqiqədə deyib başına dolanım, canım sənə qurban ol. Mən istəyirəm mənim həyat yoldaşım səviyyəli olsun. Görürəm bu mənə görə namaz qılır. Mən istəyirəm bu da mən də Allaha aşiq olaq. İkimiz də Allah üçün yaşayaq və Allah bizi birləşdirsin. Həqiqi eşq budur. Sözümü bitirirəm. Ma cəalallah li raculin min qəlbeyni fi cəvfi. Bu ayə gözəl ayələrdən biridir. Allah deyib bir şəxs üçün bir sinədə 2 ürək yaratmıyor. 2 ürək yaratmıyor. Ürək birdir, bir məhəbbətin yeridir. O da Allah məhəbbət. Bəs necə olsun? Allah məhəbbəti olsun, ailəmi sevməyim, övladımı sevməyim, dostları sevməyim. Xeyr. Bir məhəbbəti doldur ürəyə və o məhəbbətin şüasında başqalarını sev. Gör onda sevginin keyfiyyəti nə qədər yüksək olur. Onda əsl sevgi olur ortada olan. Onda doğrudan sevirsən. Allah məhəbbəti o qədər genişdir ki, bütün eşqlər onun içinə sığışır. Onun içində qərar tutsun. Ondan ayrı olsa egoistiydi. Özün üçün sevirsən. Bir gündə səni təmin eləməyəndə nədəsə başlayırsan dava eləməyə. Bəli, bu məhəbbət ürəyə girsin, onu da ailə üçün canını da fəda eləyər. İkisi də bir məhəbbət ətrafında birləşsin. Gör nə həyat var, nə bağlılıq var bunların arasında. Bir-birinlə ünsiyyətdən ləzzət alırlar. Bir-birinə mərhəmət göstərirlər. Çünki eşq egoistliklərini məhv eləyir. Xanım Zəhra nəyi var da Əliyə fəda edir? Dolanır Əlinin başına deyir, ya Əbəl Həsən, ruhi və nəfsi, ruhi kəlfida, nəfsi li nəfsi kəlviqa ya Əbəl Həsən. Ruhum ruhuva, canım canıva fəda olsun. Bu ona elə deyir. O da onu dəfn eləyir, qəbri üstündə baxır, deyir, la xeyrə bə'dəki fil həyat. Və səndən sonra yaşamağın ləzzəti yox. Çünki üstün bir eşq bunları birləşdirib. Bunların eşqi saf, təmiz, həqiqi eşqdir, həqiqi məhəbbətdir. İslam bunu istəyir. Allah bunu istəyir. Allah birləşdirir ki, hər ikisi Allah üçün yaşasın. Hər ikisi özünə Allaha göstərsin. Qonşuya yox. Qonma qonşuya görə yaşamayaq. Cəmaət nə deyər? Filan şey al mənə, filan maşını al. Təəssüflər olsun, çox analar uşaqlarını bilsin niyə tərbiyə eləyir, başqalarının yanında uzaq olmaq üçün. Deyir, dərsi oxu oğlum. Xalon oğlundan geri qalmayasan. O filan Oxfordda oxuyur. Sən bax ondan geri qalmayasan. Təhsili bunun üçün verir. Qız alır oğluna, deyir tanınmış ailədən olsun, qardaşın qızını ya qonşunun oğlu getdi belə bir ailədən qız aldı. Diri-diri övladı torpağa bastırmaq kimi cinayət. Ərəblər bastırır, bax o qədər böyük bir cinayət. Sonra da uşaq tərbiyəsiz olur, qaçırlar ya psixoloqun üstünə ya biz yazıqlarımız. Gəl ki, uşağım tərbiyəsizdir, moizə elə, nəsihət elə, filan elə. Deyirəm, axı demirəm də, mən də indi ümumi deyə bilirəm, məndə bir xasiyyət var, xüsusi deyə bilmirəm. Ki, sən özün onu tərbiyəsiz eləmisən. Sən bir ömür onu özün üçün böyütdün ki, mənim abrım, hörmətim, filanım,
filanım, mən uşaq oldu vasitə sən üçün Allahın da azığına gəldi. Dedi, indi bunun vasitəsilə abru aparım, bax. Sən uşağa denən ki, oğlum, dərsi oxu, Allahın xoşu gəlib dərsi oxumaq. Uşaqlıqdan öz dilində onu anlat, onu başa sal, ona tərbiyə ver. Bütün ailə daxili münasibətlər Allah olsa gözəl olar. Hədis var, buyurur ki, kim hansı qadın öz həyat yoldaşına bir stəkan su versə, hədisdə var, bu bir stəkan su verməyin savabı bir illik gecəsi oyaq qalıb, gündüzü oruç tutmaqdan üstündür. Hər bir stəkan suya, çaya cənnətdə bir şəhər bəxş olunar. Bu kişi nə qədər ona əziyyət versə, bu qadın deyər ki, mənim nəyimə lazım, o neynir? Mən bunu Allah üçün eləyirəm. Allah mənə şəhər istəmirəm, 100 dənə şəhərim olsun. O başa düşür, düşsün, düşmür, düşməsin. Mən Allahla ticarət eləyirəm. Bəs nə desin, deyəcək, yox, bir o mənə qurd kimi, canavar kimi canıma düşəcək, mən də ona xidmət eləyəcəm. Mən də canavar olacam. Axı sən canavar olanda dayda xarab eləyəcəksən hər şey. Hər şey bərbad olacaq, aradan gedəcək. Güzəşt eləyə insan, bir-birinə dəyər verə, bir-birinə xidmət eləyə. Son hadisəni danışıb sözümü tamamlayam. Bir Arif var idi. Dedilər arvadına, həyat yoldaşına, xanımına dedilər ki, sənin yoldaşın deyirsən çox səbirlidir, mənə çox dözür filan, amma ki ona sən mehribansan, ona görə bir dəfə sözündən çıx gör necə olur. Onu öyrətdilər. Qonşu arvadlarda var axı qulağı doldurmaq ki, gör. Sən çox da belə demə. Baxarıq da bir dənə ürək istəmədiyi bir işi gör. Bunu öyrətdilər. Bu hər gün həyat evində yaşayırmışlar. Qaba su doldurmuş, vedrə ilə suyu quyudan çəkirmiş qadın. Bunun dəstəmazını əvvəl qabdan alardılar dəstəmaz. Onu hazır qoyarmış, bu gəlib dəstəmazını alar. Bunu öyrətdilər. Qadın götürdü, o vedrəni kəsdi, ipdən çıxartdı, qoydu bir qırağa. Suyu da doldurmadı. İşi gəldi həmişə kimi dəstəmaz almağa, gördü su yox. Baxdı, gördü vedrə də yoxdur. Getdi, axtardı, tapdı həyətin bir tərəfindən. Vedrəni saldı, suyu doldurdu vedrəyə. Sonra o qaba doldurdu. Dəstəmaz aldı. Alıb qutaranda oturdu, ağlamağa başladı. Xanım gəldi ki, deyəsən ürəyinizə toxundum, üzr istəyirəm, incitdim sizi. Şeytan vəsvəsə elədi. Xətrinizə dəydim, deyir, yox, sənə ona ağlamıram. Hər gün sən mənim üçün bu qədər əziyyət çəkirmişsən, mənim boynuma nə qədər haqq qoymusan ki, qiyamətdə Allaha nə cavab verəcək? Qadının şəri vəzifəsi deyil, əlinə xidmət eləsin. Belə deyil. Hərdən uşağın gözünün qabağında ata-ananın qabar əlini göstərər uşağa, deyir ki, bax, bu bizim yolumuzda belə əziyyətdədir. Bu, gecə-gündüz təmənnasız bizə xidmət eləyib. Hamı özünə qarşı tərəfi borclu bilməsin. Bu, ancaq Allaha məhəbbət, Allaha bəndəlik sayəsində mümkündür ki, Allahın istədiyi ailədə, bu ailədə çox-çox dönə-dönə üzr istəyirəm, vaxtınızı çoxaldım. Allah bizi eşitdiyimizə, danışdığımıza əməl eləyənlərdən qərar versin.